Dostlar, bu vaxtınız xeyir olsun. Aparatımız 3 kilovat, 3 kilovorot, 4 təkər, 28 çaxlı, nol fazadır. Türkan qəsəbəsinə gözəl qardaşımıza aparat getmişik. Allah qardaşımızın xeyrini versin, xeyriyə işlətsin. Otumuz biraz nəmdir, çox nəmdir, didməlidir. Əslində bilirsiniz də, videolarımıza baxsınız. Yəni aparatımızın qiyməti 1000 manat idi, kampanya vaxtı 800 manata getmişik, 200 manata indirimdədir, nol fazadır. Həm ot çəkir, həm yem çəkir. Qardaşın Allah xeyrini versin. Otumuz nəmdir, yağışın altında qalıb deyə torpaq düşü olur. Bax, görürsünüz, yəni açanda torpaq çıxısından. Amma nəm olsa da maşallah super doğruyur. 3 kilovat, 3 kilovorot, 4 təkər, 28 çaxlıdır. Nol fazadır, ev toku. Gelin gidelim. Üstüne de koymuşuk, güzel koymuşuk, yani balaca çəkir. Bak buramın çəkdiyi, bakın. At. Gözəl qardaşdır, dəyərli qardaşdır. Allah xeyri versin. Həqiqətən yəni əziyyət çəkən qardaşdır. Allah bu aparatdan buna bol-bol rüzsin versin. Allah bütün işlərində xeyrin versin. Həqiqətən dəyərli qardaşdır, gözəl qardaşdır. Allah xeyrin versin. Yəni biz aparatı gətirib əslində yoxlayıb pulumuzu alırıq. Qardaş isə aparatı yoxlamamış. Saat içirdik, elə bəlkə aparat işləyib işləməyəcəkdi. Pulumuzu da başdan vermiş. Yəni belə qardaşlara Allah ömrü versin, can sağlığı versin ki, halal belə qardaşlara. Allah hamd olsun. Bu da qardaşımızın adası gözəl dayıdır. Dayı sağ ol ki, belə oğul yetişdiribsən. Xeyirli olsun, xeyirli işlədin. Qardaş sağ ol, öpürəm. Xeyir olsun. Sağ ol, sağ ol, sağ ol.